Oruç tutmağı bir qədər asanlaşdırmaq üçün Peyğəmbərimizin bəzi tövsiyələri olmuşdur. Bunların başında sahur etmək gəlir. Sahur, ikinci fəcrin, yəni dan yerinin sökülməsi, dərhal əvvəlindəki vaxt olan səhər vaxtında yeyilən yeməkdir. Sahura qalxmaqla həm biraz qida qəbul edərək oruc üçün enerji toplanmış, həm bir sünnə yerinə yetirilmiş, həm də səhər vaxtının feyiz və bərəkətindən yararlanılmış olur. Bu baxımdan bir qurtum su ilə də olsa sahur etmək və sahur yeməyini mümkün qədər gecənin son vaxtına saxlamaq məqsədə uyğundur. Bununla əlaqəli Peyğəmbərimizin bir neçə hədis şərifini zikr edək. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədis şərifində buyurur ki, oruç tutmaq istəyən sahurda bir şeylər yesin. Digər bir hədis şərifində buyurur ki, sahura qalxın, çünki sahur yeməyində bərəkət vardır. Digər başqa bir hədis şərifində buyurur ki, sahur yeməyi ilə gündüz tutacağınız oruca, günorta yuxusu, yəni qaylulə ilə də təhəccüd namazına qüvvət qazanın. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm iftarın vaxt girən kimi açılmasını, sahurun isə mümkün olan son vaxta qədər gecikdirilməsini təşviq etmişdir.